Rus rəssamı Konstantin Karovin 1861-ci ildə Moskvada zəngin tacir ailəsində anadan olmuşdu. Ailə işini qorumağa çalışan atası bunu bacarmadı, müflis oldu. Konstantin 14 yaşında incəsənət uçilişinə daxil oldu. İmpressionist tərzində çalışan ilk rəssamlardan biridir. Hündür, çox yaraşıqlı olan rəssam çətinliklərə silə gələrək həyat eşqi ilə yaşayırdı. Yaxın dostu Serov deyirdi ki, o gülərək, zarafat edərək işləyir. Bütün gecəni yatmayıb əylənə bilər. Sonra 2 saat ərzində elə bir əsər yaradar ki, mən bu əsərə görə 1 ay çalışmalıyam. Konstantin Anna adlı bir qızı sevir və onunla evlənir. Onların ilk oğlu anadan olur. Lakin pulsuzluq ucbatından körpə yaşında uşaq vəfat edir. Konstantin ona süd və dərman almağa pul belə tapmır. Sonralar həyatı boyu o buna görə özünü günahlandırır. Karovin Marin və Böyük Teatrda baş dekorator kimi çalışır. O hətta Milanın La Scala teatrının dekorasiyalarının eskizlərini də yaradır. İkinci oğlu Aleksey 16 yaşı olarkən özünü travma altına atır. Oğlan ölməsə də ömürlük şikəst qalır. İnqilabdan sonra bolşeviklər rəssamın əlindən emalatxanasını və sevdiyi villasını alır. Karovin vərəm xəstəsi olan xanımı və şikəst oğlu ilə Fransaya köçür. Burada o heç kimə lazım olmur. Öz əsərlərini qəpik quruşa satan rəssam sonda kör olur. Karovin ilə Parijin küçələrinin birində ürək tutmasından vəfat edir.